Hoş gördük əziz izləyicilərim. Sizinlə bugünkü görüşümüz 22 iyul Milli Mətbuat Gününün bayram edildiği tarixə təsadüf edir. Bugün həm də mənim bayramımdır. Çünki 50 ildən artıq bir müddətdir ki, elmi bədii yaradıcılığımla yanaşı, həmçinin publisistika sahəsində də fəaliyyət göstərirəm. 200-dən çox elmi publisistik məqalənin 15 kitabın müəllifiyəm. Azərbaycan Jurnalistlər Birliyinin üzvü Qızıl Qələm mükafatı laureatıyam. Məqalələrim, yazılarım Xalq, Respublika, 525, Kaspi, Ədalət və digər qəzetlərdə, eləcə də Respublikamızın möhtəbər jurnallarında çap edilmişdir. Bugün həm də sizinlə 70 illik yubileyim ərəfəsində görüşürəm. Odur ki, sizə yaradıcılığım haqqında qısa məlumat vermək, bir növ hesabat vermək istərdim. Azərbaycan Milli Mətbuatının bünövrəsi Əkinçi qəzeti ilə qoyulmuşdur. Sevinirik ki, Əkinçi qəzetində Zaqatala ilə əlaqədar bir neçə məqalə çap edilmişdir. Biz bununla əlaqədar qəzetin 56 çap olunmuş sayı ilə tanış olduq, diqqətlə izlədik və gördük ki, burada Zaqatala ilə əlaqədar 6 material verilmişdir. Yəni bu materiallar o dövr üçün Zaqatalamızın tarixini, mədəniyyətini öyrənmək, tədqiq etmək baxımından çox qiymətlidir. Sizə təqdim etdiyim növbəti material deməli Tərcüman qəzeti ilə əlaqədardır. Bu qəzetin abunə kartını biz bu yaxınlarda Tərcüman qəzetinin abunə kartını tapmışıq. Bu abunə kartı 1915-ci il tarixlidir. Yəni burada göstərilir ki, 1915-ci ildə Tərcüman qəzetinə abunə kampaniyası başlayır və qəzetin illik abunə haqqı 5 rubl, 6 aylıq abunə qiyməti 3 rubl və nəhayət 3 aylıq abunə qiyməti isə 1 rubl 50 qəpikdir. Həmçinin illik abunə yazılanlara ibrətamiz maraqlı məlumatların toplandığı 60 qəpiklik bir kitab hədiyyə edilir. Eləcə də İsmail bəy Qaspiralının müxtəlif zamanlarda çəkilmiş fotolarını əks etdirən bir albom da hədiyyə veriləcəkdir. Həmçinin biz çoxlu məktublar müəllifiyik və onlardan biri ilə sizi tanış etmək istərdim. Bu, Azərbaycan Prezidentinin aparatının rəsmi orqanı olan Xalq qəzetində çıxmış bir materialdır. Xarici İşlər Nazirliyinin bu məlumatı Erməni ki, Erməni adlanır və bu materialda göstərilir ki, ABŞ-dakı erməni diasporunun 11 fəal təşkilatı Amerika Prezidenti Bill Clintona məktubla müraciət etmişlər ki, o Azərbaycanpərəst mövqe tutur və ikinci dönəmdə ona səs verməyəcəklər. Biz qısa bir müddətdə, yəni 1997-ci ildə fevral ayında ona bu məktuba cavab yazdıq və məktubumuz 1997-ci il 28 fevral tarixində Xalq qəzetində ABŞ 3-cü minilliyə aparan prezidentə məktub adı ilə çap olundu və əlaqədar ünvana göndərilmişdir. Növbəti deməli müraciətimiz Türkiyə prezidenti, bir dünya lideri olan çox hörmətli Rəcəb Tayyip Ərdoğana ünvanlanmışdır. Belə ki, biz bilirik ki, 2-ci Qarabağ müharibəsində qardaş Türkiyə bizə siyasi və mənəvi dəstək göstərmişdir və ona görə minnətdarlıq əlaməti olaraq bir ziyalı kimi 2023-cü ildə deməli oktyabr ayında Türkiyə Cumhuriyyətinin 100 illiyinə əlaqədar və 2024-cü ilin fevral ayında cənab Ərdoğanın 70 illik yubileyinə əlaqədar biz ona məktublarla, təbrik məktubları ilə müraciət etmişik və yazdığımız həmən məktublar o zamanki Türkiyənin Azərbaycandakı səfiri çox hörmətli Cahid Baxçıya təqdim edilmişdir. Növbəti məktubumuz tapındığımız İngiltərə ilə əlaqədardır. Yəni biz uzun illər apardığımız araşdırmalar nəticəsində İngiltərə-Azərbaycan münasibətlərinə bir işıq salacaq 2 fakt əldə etmişik və bununla əlaqədar deməli həm İngiltərə səfirliyinə, yəni İngiltərənin Azərbaycandakı səfirliyinə, həm də London muzeyinə müraciət etmişik. Tapındığımız nədir? Zaqatalada 350 illik bir tarixə malik olan İngiltərə kralının ordeni tapılmışdır. Bu ordenin bir nüsxəsi Amerikada Metropoliten Muzeyində, biri də London muzeyindədir. Və ikinci tapındığımız da yenə də Zaqatala ilə əlaqədardır. 1862-ci ildə Londonda Ümumdünya sərgisində Zaqatalalı usta Hacı Yusif Şabanoğlu sərginin medalına layiq görülmüşdür. Və biz hər iki tapındığımızla əlaqədar London muzeyinə də müraciət etmişik və bu yaxınlarda biz oradan Londondan 2
cavab məktubu almışıq. Bunlardan birisi London Muzeyinin baş kuratoru Hazel Forsyth'a, biri isə London Muzeyinin əməkdaşı Beverly Cook tərəfindən demək bizə yazılmış cavab məktublarıdır və bu məktublarda bizə bu tapıntılarla əlaqədar öz minnətdarlıqlarını bildirirlər. Növbəti müraciətimiz Yaponiyadır. Yaponiya ilə əlaqədardır. Bilirsiniz ki, 2-ci Dünya müharibəsində 1945-ci ilin avqustunda Yaponiyaya atom bombası atılmış və bugün o bombanın düşdüyü ərazidə bir xatirə kompleksi yaradılmışdır. Xatirə abidəsi. Bu böyük bir kompleksdir və biz bununla əlaqədar həmçinin bir video da hazırlamışıq və deməli bu videonu Yaponiyaya göndərmişik və burada həmçinin bu video Yaponiyanın Hiroşima Universitetinə, eləcə də həmən Hiroşima şəhərindəki xatirə abidəsinə, onun muzeyinə demək göndərilmişdir. Növbəti müraciətimiz də UNESCO ilə əlaqədardır. Yəni 2000-ci ildə BMT-nin baş katibi Kofi Annanın iştirakı ilə dünyanın 193 dövləti minilliyin sammitini keçirmişlər və həmən sammitə mən hələ o dövrdə 2000-ci ildə təbrik məktubu ilə müraciət etmişdim ki, arzu eləmişdim ki, müharibələr olmasın, dünyada sülh olsun, əmin-amanlıq olsun. Həmən görüşdə dünyanın 193 dövləti başçısı xatirə şəkli çəkmişdir və mən dünyanın ən qiymətli fotosu adlı bir video hazırlamışam. Bu videonu da demək UNESCO-ya göndərmişik. Növbəti tədqiqatımız, tapıntımız Fransa ilə əlaqədardır. Yəni Fransanın Avropanın ilk səyyah qadını olan Carla Serena deməli 1875-ci ildə Zaqataladan gəlib keçmişdir, səyahət etmişdir. Yəni o Azərbaycana səyahətini Zaqataladan başlamışdır. Gürcüstandan keçib Zaqatalaya gəlmiş və digər bölgələrdə olmuşdur. O Zaqatala ilə əlaqədar, Zaqatala insanlarının qonaqpərvərliyi, mədəniyyətimiz, tariximizlə əlaqədar çox qiymətli məlumatlar vermişdir və bunu sevgi ilə vermişdir bu məlumatları. Odur ki, biz Carla Serena'nın bu səyahəti ilə əlaqədar, onun bu verdiyi materiallarla əlaqədar Paris Muzeyinə də, Fransaya, Paris Muzeyinə də bir məlumat göndərmişik. Həmçinin son dövrdə növbəti müraciətimiz Balakan rayonunun icra başçısı çox hörmətli Natiq Ağayev cənablarınadır. Qeyd etmək istərdim ki, Nuru Paşanın qəhrəman ordusunun bir əskəri də deməli Balakan rayonunda bir təsadüf nəticəsində dəfn olunmuşdur Mustafa və bunun Balakan rayonunda abidəsi vardır, Qazma kəndində. Bu abidənin ətrafının abadlaşdırılmasına əlaqədar Balakan rayon icra başçısına da müraciət etmişik və aldığımız rəsmi məktubda bildirilir ki, abidənin ətrafı və abidə abadlaşdırılacaqdır. Bundan əlaqə bu dediklərimizdən başqa biz Gözəl Zaqatala adlı bir kanalla fəaliyyətimizi davam etdiririk. Yəni kanalımız artıq 4 ildir fəaliyyət göstərir və bu müddətdə kanalımızda 130-a yaxın video təqdim edilmişdir sizə və 400 mindən çox da kanalımızın demək istifadəçisi vardır, yəni izləyicisi vardır. Mən fürsətdən istifadə edib bir daha sizdən xahiş etmək istərdim ki, və bu kanalımda yeni materiallarla anındaca tanış olmaq istəyirsinizsə, kanalıma abunə yazılasınız, verilən materiallara, öz videolara münasibətinizi bildirəsiniz və bunu paylaşasınız. Və bugün izləyicilərim dünyanın müxtəlif ölkələrindədir. Müxtəlif ölkələrindən kanalımı izləyir. Amerika, Yaponiya, İngiltərə, Fransa, Türkiyə, Rusiya, Ukrayna, Belarusiya və digər ölkələrdən kanalımın izləyiciləri vardır. Bu şəxsən məni çox sevindirir. Və kanalımdakı videolar, kanalım əsasən maarifçi bir kanaldır və bu kanaldakı videoların mövzusu da Azərbaycançılıq, milli mənəvi dəyərlərimizin təbliği və vətənpərvərlikdir. Və indiyə qədər sizə təqdim etdiyim materiallar, kitablarımda, məqalələrində təqdim etdiyim materialların həcmi 4000 səhifədən yuxarıdır, yəni 300 çap vərəqi həcmindədir və biz Ulu Tanrı bizə nə qədər ömür bəxş edərsə və nə qədər səhhətimiz imkan verərsə, bundan sonra da yeni videolarla, tapıntılarla, materiallarla sizin görüşünüzə gələcəyim. Bir daha qeyd edirəm ki, bu bizim 70 illik yubileyimizin ərəfəsinə bu görüşümüz təsadüf edir və bundan sonra da biz
çalışacaq ki, yeni görüşlərlə sizin görüşünüzə gələk, sizə yeni maraqlı məlumatlar verək. Diqqətinizə görə çox sağ olun.